İran İslam Respublikasının ölkəmizdəki səfiri Müçtəba Dəmirçilu dövlətimizin başçısını qarşıladı. Azərbaycan prezidenti matəm kitabına ürək sözlərini yazdı. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını dedi. Müçtəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirdi.